6-cı sinif ingilis dili, kiçik summativ qiymətləndirmə nümunəsi 5. Choose the opposite of the following word fast. Fast sözünün deməli antonimini istəyir, əks mənalı sözünü istəyir. Lazy tənbəl deməkdir. Fast özü sürətli deməkdir. Bu söz sürətli deməkdir. Bu cür testləri yaza bilmək üçün yeni söz bazasının yaxşı olması lazımdır. Lazy tənbəl deməkdir. Talkative ünsiyyətcil. Loyal sadiq. Slow isə uyğundur, yəni asta. Choose a correct degree of the adjective. Deyir ki, sifətin uyğun dərəcəsini seçin. İngilis dilində bilirsiniz ki, sifətin 3 dərəcəsi var. Adi dərəcə, müqayisə dərəcəsi və üstünlük dərəcəsi və zəm bağlayıcısı gördüyümüz yerdə dan-dən deməkdir. Dan-dən. Yəni, bu otaq o birindən, oradakı dan-dəndir. Bax, o birindən böyükdür. Ayan, Turaldan ağıllıdır və s. Bax, oradakı dan-dən həmin bu zəm bağlayıcısıdır. Və zəm bağlayıcısı olan yerdə biz sifətin müqayisə dərəcəsini seçəcəyik. Müqayisə dərəcəsini seçərkən ya biz sifətləri şəkilçisi ilə düzəldirik və ya çox hecalı sifətlərdirsə onların qarşısına more sözünü əlavə edirik. More. Burada bizim sifətimiz 2 dərəcəli sifətdir. M'si və sonu y hərfi ilə bitən sifətlərin müqayisə dərəcəsi və est ilə, üstünlük isə est ilə düzəlir. Deməli, biz baxırıq ki, və müqayisə dərəcəsinə çevrilərkən həmin bu y, i hərfinə çevrilir uşaqlar. Yəni, y hərfi I hərfinə çevrilir. Ona görə də burada bizə uyğun olan variant budur. Messi adi dərəcədir. Messiest üstünlük dərəcəsidir. Bu da yenə eyni zamanda üstünlük dərəcəsidir. Sadəcə olaraq the artiklı ilə verilib. Ona görə bizə uyğun olan variant A variantıdır. Düzgün variant istəyir bizdən. My sister has a toothache. Bir bacımın diş ağrısı var. O çoxlu şirniyyat yeyib. Yeməməlidir, deyir. Burada deyir yeməlidir. Should. Bu isə deyir ki, yeməməlidir. Haven't eat nə mənaca uyğun gəlmir, nə də quruluşca uyğun gəlmir. Düzgün variant istəyir yenə. Tapşırıq 4-də. You shouldn't carry a heavy bag. Sən deyir, ağır yük daşımalı deyilsən. You have a toothache, dişi ağrıyır, buna dəxli yoxdur. Headache, baş ağrısı da uyğun deyil. Stomachache, mədə ağrısı da buna uyğun deyil. Backache uyğundur. Match the halves, deməli, yarı hissələri uyğunlaşdırın. Solve, həll etmək, problems. C variantı. Bu getdi. Look, burada belə olmalıydı uşaqlar. Look, bir dəqiqə. Look, yəni bax. Böyük bir kometa. A variantı. Save a life, həyatını xilas etmək B. Deyir, sözləri düzgün cümlə sırasında qoyun. Baxırıq ki, sual cümləsidir və burada sual sözü var. Sual sözü varsa birinci sual sözü gəlir. Sonra köməkçi fe'l gəlməlidir. Did. What did your father? Sonra mübtəda. Your father. Sonra xəbər. By. By. 2 days ago. 2 gün əvvəl. Deyir, 2 gün əvvəl sənin atan nə alıb? Altına xətt çəkilmiş sözə deyir, sual verin. He saw a black dog behind the house. O evin arxasında qara it gördü.
İndi behind the house baxırıq ki, bu nədir uşaqlar? Əslində yer zərfidir. Yer zərfinə sualı where ilə veririk. Where yazıldı. Daha sonra nə gəlməlidir ki? Bax, buradakı kimi eyni sıra, cümlə sırası. Köməkçi fe'l, mübtəda, sonra da xəbər. Və xəbərdən istifadə edərkən uşaqlar, biz did olduğuna görə artıq burada biz bunu özünün birinci formasında yazacağıq. Where did he see a black dog? Yəni deyir, o harda görüb qara iti? O qara it harda gördü? Düzgün əvəzlik. There is any olmur, something olmur. Nəyə görə? Çünki artıq burada isim var. Everything yenə də olmur, çünki burada isim var artıq. Some. Deyir, stolun üstündə bir qədər çörək var. There isn't. Aha. Some olmaz, çünki inkar cümlədir. Anything olmaz, çünki artıq burada singlə milk uyğun gəlmir. Bu isimdir, bu da isimdir. Olmaz. Yenə bu da həm inkar cümlədə olmaz, həm də mürəkkəbdir də, yəni olmaz. Onlar sam və eninin törəmələri deyirik də Azərbaycan dilində onlara. Sam və eninin mürəkkəb formaları, əslində sam və eninin mürəkkəb formalarıdır. Onlardan sonra isim işlətmək olmaz. Bunu yadınızda saxlayın və A variantı doğrudur. Deyir ki, cümlələri bu sözlərlə tamamlayın. Deyir ki, everybody, hər kəs sağlam qidalanmalıdır. Everybody. He has a very bad cough. O çox pis öskürür. She shouldn't go anywhere. Deyir ki, çox pis öskürür. Heç yerə getməli deyil. I want. Nəysə deyir, soyuq bir şey istəyirəm. I want something cold. Nəysə deyir, soyuq bir şey istəyirəm. Bugün çox istidir. Cümlələrdə səhvləri tapaq. Deməli, uşaqlar, in the book olan yerdə biz üstünlük dərəcəsi istifadə edəcəyik. Yer bildirən sözlərdə in the world, in the class, in the earth və s. kimi ifadələrdə üstünlük dərəcəsi istifadə edəcəyik. It was üstünlük dərəcəsi qarşısında the article olur. The easiest text in the book. Kitabda deyir, ən asan test idi bu. Paul didn't broke. Baxın uşaqlar, didn't var və burada fe'lin keçmiş formasını verib, amma nə olmalıydı? Break. Birinci forması. Paul didn't break his leg last weekend. Yes. Bitti. Bu videoluk bu qədər uşaqlar. Kanala abunə olmağı, videoları bəyənməyi və dostlarınız arasında paylaşmağı unutmayın. Ümid edirəm işinizə yarayar. Nəysə öyrənmiş oldunuz. Sağ olun.